27. 27'ye qədər. 27 məndə də var. 14. 14. Demək, verilmiş proqram 30 ədədin çap etməsi üçün S dəyişəninə mənfi qiyməti müəyyən edin. Demək, 30 olmamışdan qabaq nə olub? 2 i-yə vurulub hər dəfə. Hər dəfə dediyimiz neçə dəfədir? 0-dan 5-ə qədər olan qiymətlərdə. Yəni 0-5 diapazonunda neçə dəfə dövr var? 0, 1, 2, 3, 4. Yəni neçə dənə? 5 dənə. Bu 5 dəfə dövr eləyir. Hər dəfə 2-ni vurub i-yə. Yəni bir dəfə 2-ni vurub 0-a. Bir dəfə 2-ni vurub 1-ə. Bir dəfə 2-yə, bir dəfə 3-ə, bir dəfə 4-ə vurub və bunları toplayıb. Nəticədə S neçə imişsə, toplayandan sonra 30 alır. Yaxşı. Demək, bizim əlimizdən demək 2-ni 0-a vurub, bu heç nə vermir. 2-ni 1-ə vurdu. 2, üstünə gəldin 4, üstünə gəldin 6, üstünə gəldin 8. Tamam. Bunların üzərinə S-i gəlib 30 alıb. Bunlar da bizə nə verir? 20. Yəni S10 uymuş ki, üzərinə 20 gəlib 30 alıb. Bu belə. 14. Başqa. Yirmi yedi. Nə deyir ki? Demək, Python dilində yazılmış proqramın icrasından sonra çap olunacaq ulduz simvolların sayını müəyyən edin. İlk başda mən sizə bir şey deyim, uşaqlar. Ulduz simvolu ilə vurmağı qarışdırmayaq. Əgər bu işarə hər hansısa bir dırnaq və yaxud da apostrofun içərisindədirsə, vurma demək deyil, yəni sətirdir. Bunlar razılaşaq. Sərbəst azad şəkildədirsə, bu vurmağı ifadə edir. Yəni, bu tipli suallarda bunu nəzərə alaq, ondan sonra suala keçək. İndi 1-6 diapazonunda, yəni i-nin 1, 2, 3, 4, 5 qiymətlərində print, bax, bu boş sətir deməkdir da. Apostrofun içərisində boşluq, boş sətir deməkdir. Boş sətir vurulsun, 5 çıxılsın i. Sənin i-in birinci halda nədir? Birinci halda 1-dir. 5-dən birini çıxdın, aldın nə? 4. 4-ü vurdun boş sətirə. Boş sətir birinci bu şəkildə boş sətir idisə, indi 4 dənə simvoldan ibarət boş sətir olacaq. O simvolunda sənin boşluq simvoludur. Yəni, tutaq ki, belə oldu. Bu oldu. Bunun üzərinə gələsən, il 1 idi. 1-i vurdun 2-yə, nə aldın? 2 aldın. 2-ni vurdun bir dənə ulduza, aldın artıq 2 dənə ulduz. Yəni, bax, bu şəkildə, tutaq ki, 2 dənə ulduz. Bunu aldın. i1 olanda bunu alırsınız, uşaqlar. i1 olanda bunu alırsınız. Düşdü, indi hər dəfə print deyirsə, növbəti sətrə düşəcək. Bu dəfə də tutaq ki, i2 olanda, tutaq ki, deyirəm, 5-dən 2-dən çıxdın, 3 dənə boşluğun olacaq sənin burada. Bu arada buradan nə alırsan sən? Buradan sən alırsan nə? Sadəcə olaraq, deyək ki, burada 2 dənə boşluq var, 2 dənə də ulduz var. Sadəcə olaraq. Bu boşluqların da önəmi yoxdur. Sizə lazım olan olsa ulduzdur.
i1 olanda, i2 olanda yenə 5-dən 2-ni çıxdın 3. Sənin burada 3 dənə tutaqçı boşluğun olacaq. Üzərinə gələsən nəyi? 3-dən 2-nin 6. 6-nı burasından artıq ulduza. Yəni sənin burada olacaq 6 dənə ulduzu. Yaxşı mı? Onu da yazım artıq avtomatikə keçər. 4, 5, neçə oldu? 6. 6. Yəni nəticədə sən burada nə aldın? İkinci sətirdə 6 dənə aldın. Birinci sətirdə 2 dənə idi. İkinci sətirdə 6 dənə. İndi üçüncü sətri avtomatik deyək. Üçüncü sətirdə nə olacaq? İn sən olub 3. 5-dən 3-ün çıxdın 2. 2 dənə boşluq üzərinə gəl. Sən in nə idi? Bu arada mən uşaqlar bunu 6 kimi hesabladım. 3 nəzərdə tutmuşdum. Bunu 4 deyin da siz. Çünki i 2 idi bayaq. 2 dənə 2-nin 4. Mən tələsdim biraz deyəsən burada. Hə. İkinci sətirdə sənin 4 dənə ulduzun var. Bu belə. Çünki nə idi? 2-dən 2-nin 4 edir da. Artıq üçüncündə olacaq nə? 3 dənə 2-nin 6. 6 dənə ulduzun olacaq. 5-dən 3-ün 2. 2 dənə boşluğun olacaq. Nəticədə 6 ulduz buradadır. Keçdin 4-cü sətrə. 4-cü sətirdə sənin i-in nədir? 4-dür. Bir dənə boşluğun var. 4 dənə 2-nin 8. 8 dənə ulduzun. Keçdin 5-ci sətrə. 5-ci sətirdə də 5 burada 0 boşluğun var. Yəni boşluğun yoxdur. 5 dənə 2-nin 10. 10 dənə də ulduzun buradadır. Və dövr bitir. Nəticədə sənin ulduz simvolun olur neçə? 28. Harada nəyi səhv elədik? Harada nəyi səhv elədik? İkide yukarıdadır. Ya bəlkə səhv eləməmişdik. Ne səhv eləyiz? İkisi de yukarıdadır ulduzun. O da 30 eləyir. Bax, hə, buradakı ulduzu hə, burada 2-yi saymamışam. Tamam. Tamam, hə. Yəni biraz diqqətli olmaq lazımdır nəticədə. Hə, olur 30. Tamam. Bax bu şəkildə. Başda dediyim şərti yerinə yetirsəz əgər, bu tipli suallarda qarışıqlıq olmayacaq. Bu belə. Davam eləyək. Hı. 46 var. 46-ya qədər. Bende de 46 var. P-yə -1, S-ə 0 mənimsədir. Uşaqlar, P, Q, K, adətən K yazılır. Bu blok sistemdə də belədir. Proqramda da belədir. İlk başda hər hansısa bir dəyişənə -1 mənimsədilibsə, bu o deməkdir ki, və onunla bir yerdə hər hansısa bir dəyişən 0-a bərabərdirsə, bilin ki, o yerdə toplama əməliyyatı yerinə yetiriləcək. Toplama və çıxma əməliyyatı yerinə yetiriləcək. Yəni, -1-in orada xüsusiyyəti bir dəfə müsbəti mənfi eləmək, mənfini müsbət eləmək. Yəni, ilkin başlanğıcını hələ bilmirəm. O müsbət də olar, mənfi də olar. Amma əgər bir dəfə toplama əməli yerinə yetirilibsə, növbətində çıxma olmalıdır. İlk başda çıxma əməli yerinə yetirilibsə, sonra nə olmalıdır? Toplama əməliyyatı yerinə yetirilməlidir. %99 burada -1 mənimsətməkdə məqsəd budur. Bu belə. İndi for in range 1 daxil edilmiş ədəd plus 1. Bu deməkdir ki, həmin daxil edilmiş ədədin özü də daxildir. Yəni n plus 1 deyirsə, sizə istəyir ki, burada n-i də diapazona qatsın. İndi t bərabərdir -t vurulsun, i bölünsün 2. İndi birinci hesabda sən -1-in var
və mənfi P deyir. Demək, sən birinci ilk addımı müsbətlə atasan. Mənfi müsbətləşdirdi. Bu şəkildə dərhal mənfi ilə başlayan variantı atın. Keçək ikinci addımı. Mənfi 1, mənfi P. Bu sənə verdi müsbət 1. Müsbət 1 vurulsun. I bölünsün 2. Sən i'in nədir? 1'dir başlanğıcda. Yəni 2'də 1. 1 vurulsun 2'də 1. Sən 2'də 1 ilə başlayasın. 2'də 1 ilə başlayasın və bu P'nin qiymətidir da. Bu digər addımda da S ilə toplayasın. Sən nəticədə S bərabərdir 2'də 1 ilə başlayırsan. İndi müsbət ilə başlamısansa sən mənfi olmalıdır. Burada. Müsbətlə başlayıb müsbətlə gedir. B variantı. Demək. Digər variantlarda hələ ki problem yox. İndi sən i'in 2 olsa əgər, i 2 olsa əgər, 2 P bərabərdir mənfi P. Yəni bu zaman nə olacaq? Bu zaman P artıq müsbəti idi, mənfi olacaq. Yəni çıxılsın durub öz yerində. 1 vurulsun. Sən i'in nədir? 2'dir. Sən i'in artıq 2 olduğuna nə olur burada? 2 bölünsün 2. Və yenə S bərabərdir S plus P. Bu dəfə növbətində artıq olacaq üstəgəl. İndi bir dənə məsələ var ha burada. Yox, bir dənə məsələ var burada. Bir dənə məsələ var ki, sənin birinci P qiymətin 2'də 1 idi. Bax, P'ni buraya yazıram. Sənin P'in 2'də 1 idi. Sən bu 2'də 1'i müsbət 2'də 1 idi. Artıq mənfi P deyirsənsə, ikinci addımda oldun mənfi 2'də 1. Sən bu mənfi 2'də 1'i vurassan i bölünsün 2'yə. 1'i yox. Artıq sənin P qiymətin mənfi 1 deyil. Bu ikinci addımda mənfi 2'də 1'dir. Mənfi 2'də 1'i vurassan artıq nəyə? 2 bölünsün 2'yə. Buradan da nə alassan? Tutaq ki, 2 üstü 1, 2 üstü 1, 2 üstü 2. 2 üstü 2. Buradan da nə alırsan? Deyək, tutaq ki, 2. Bunun davamı belə. Mənfi 2 bölünsün 2 üstü 2. Bax, bu şəkildə davam edəcək. Növbətində olacaq 2 üstündə 3. Növbətində olacaq 2 üstündə 4. Belə gedəcək. Səbəb nədir? P mənfi 1 olaraq qalmır. P hər dəfə P'ni biz vururuq nəyə? 2'də 1'ə. Yəni, məxrəcimiz hər dəfə 2 dəfə artırırıq məxrəcimizi. Ona görə də burada diqqətli olmalıyıq. Əgər burada hər hansısa bir yerdə bu əməliyyatlar yerinə yetiriləndən sonra bir də qaytarıb, bax, tutaq ki, print S-in yerinə burada P bərabərdir. Mənfi 1 desəydi, o zaman hesabdan sonra bir də P-ni qaytaracaqdı bir də. Müsbət və yaxud da mənfi fərqi yoxdur. Bir də qaytaracaqdı ilkin başlanğıca. Ona görə də burada diqqətli olmalıyıq. Bu sinsi bir sualdır. Çox sinsi sualdır. Yəni, bunu soruşmaqda yəni, belə deyək də, yəqin çox işləmişsiniz ki, əhsənizdə də, yəni burada bir nəticə çıxadamayıb, demişsiniz ki, burada nəsə bir problem ola bilər. Ona görə də diqqətli olun bu tipli suallarda. Mən də ilkin başlanğıcda gedirdim şeyə, 2'də 1, 2 bölünsün 2, 3 bölünsün 2. Buna gedirdim, amma P bərabərdir mənfi 1 demir sonunda. Çünki P'nin qiymətini artıq dəyişir. Yəni, nəticə etibarilə nə oldu? Biz D ilə D-ni atmışdıq. Bizim burada surətdə faktorialımız yoxdur. Sadəcə olaraq i bölünsündür. Elə bu C variantını başda da ata bilərdik. Yox. Yox. C variantını atmırıq. Niyə atmırıq? Çünki burada P'nin qiyməti, bax, ikinci addımda mənfi 2'də 1 vurulsun 2'də 2.
Artıq tutaq ki, P-nin qiyməti burada budur. Üçüncü addımda P-nin qiyməti nə olacaqdı? Tutaq ki, 2 bölünsün, 2 üstü 2 vurulsun, nə? 2-də 3. Hə. Uşaqlar, sürət də bizə faktorial verir. Məxrəc 2-nin qüvvətləri, sürət isə bizə hər dəfə faktorial verir. Çünki 1-i vurmuşuq 2-yə, növbətində 2-ni vuracaq 3-ə, növbətində 3-ü vuracaq 4-ə, 4-ü vuracaq 5-ə. Ona görə də sürətdə bizə mütləq faktorial verəcək. A variantını bu səbəbdən atdıq, hətta Y variantında bu səbəbdən atdıq. Bizim bir dənə burada qalır nə? C variantımız. Burada ən sondakı bu düstura baxın. Ən sondakı bu düstura baxın. Bunu algoritmdə də demişdik. Bu şəkildə niyə verir? Bu şəkildə ona görə verir ki, sən hesab əməlini bir dəfə toplamaqla, bir dəfə çıxmaqla yerinə yetirirsən. Əgər n tək ədəd olsa, daxil etdiyin n tək ədəd olsa, yəni tək ədəd olsa, mənfi bir üstündə nə olacaq? Mənfi bir üstündə, tutaq ki, mənfi 3-dürsə, mənfi bir üstündə 4 olacaq. Bu sənə verəcək müsbəti. 1, müsbət 1-i verəcək. Müsbət 1 verəndə də ən sonda toplamı olur. Yox, əgər cüt ədəd olsa, sənə burada mənfi 1-i verəcək. Bu da çıxmanı bildirir. Səbəbi odur. Bu sualın da demişdik ki, əgər blok sistemin qururuq və yaxud da proqramın qururuqsa, nə deyirik? N-in yerinə sadəcə olaraq i deyirik. Nə qədər ki, bu verilənləri daxil edirik və deyirik, nə qədər ki, i n-dən kiçik bərabərdir, bu düsturu götürüb birbaşa köçürdürsünüz ora. Amma n-in yerinə i qoymaq şərti ilə. Nə deyirik? Deyirik ki, mənfi bir üstündə i plus 1 vurulsun i faktorial, bölünsün 2 üstü i. Bu artıq bu proqramı yazarkən n-in yerinə i qoyub bu şəkildə də yerinə yetirə bilərsiniz. Bu da nəzərinizdə olsun. Bu da belə. Başqa da problemimiz var. 47. Hansı ən böyük 5 rəqəmli natural ədəd daxil edilməsi nəticədə A dəyişəni üçün 2, B dəyişəni üçün 4 qiyməti çap olunsun. A bərabər 2 olsun, B də bərabərdir 4 olsun. Nə qədər ki, x sıfırdan böyükdür. Nə qədər ki, x sıfırdan böyükdür, ədədin rəqəmin götürsün, y-ə mənimsətsin. 5 rəqəmli ədəddir. Həmin 5 rəqəmli ədədin rəqəmin y-ə mənimsədir. Əgər həmin y 4-dən böyükdürsə, A-nı bir vahid artırsın. Yenə fərqi yoxdur. Birinci şərt ödəndi, ödənmədi. Y 7-dən kiçikdirsə, B-ni bir vahid artırsın. A dəyişəni üçün 2. A başlanğıcda 0-dır. A başlanğıcda 0-dır. B də başlanğıcda yenə 0-dır. Biz B üçün 4 almalıyıq, A üçün 2. 5 rəqəmli ədəddir. Bu 5 rəqəmli ədəddən demək 5 rəqəmli ədəddən 4 dənəsin B-yə, A-ya da 1 dənəsin ən sonda sonuncu bölünmədiyinə görə ikinci biri də gəlir artıq nəyə? 2-yə. Gəlin belə eləyək. Tutaq ki, cavablar yoxdur. Heç ora baxmayaq. Belə bir şey deyək. Tutaq ki, sənin əlində 5 rəqəmli bir ədədin var. Həmin ədədin sonuncu rəqəmi əgər 4-dən böyük olsa, sən A-nı artırmalısan. A-nı bir vahid artırmalısan. Sən A-nı artırmadan B-ni artırmağın üçün daxil həminki ədədin sonuncu rəqəmi nə olmalıdır? 4-dən böyük olmamalıdır. 4-ə bərabər ola bilər amma. 4-ə bərabər ola bilər. 4-ə bərabər olanı götürməliyik. Çünki bizə deyir ki,
bizə deyir ki, ən böyük. Biz çalışdığımız qədər ədədi böyük götürməliyik. Ona görə də sonuncu rəqəmi 4 deyirəm. Çünki həmin ədədin ən sonuncu təhliyi 4, 4-dən böyük deyil. Burada şərt ödənməyəcək. Düşəcək Y-ə, düşəcək ikinci şərtə. İkinci şərtə. İkinci şərtdə 7-dən kiçik olduğuna görə B-ni bir vahid artıracaq. Bizim burada məqsədimiz çox olanı birinci artırmaqdır. Az olan həmişə var da, yəni birinci bir çalışmanı çox olanı artırır. Bu belə. Yenə 4-dən böyük olmasın, B-ni yenə bir vahid artıraq. Burada ikinci bir 4-ü deyirəm mən. İkinci bir 4-üm 5 rəqəmli ədədin onluğunu da 4 deyirəm. 4 4-dən böyük deyil, amma 7-dən kiçikdir. Yenə artırdım. Hətta bir dənə də 4 deyərəm. Bir dənə də 4 deyərəm. 4 4-dən böyük deyil, amma 7-dən kiçikdir. B oldu artıq 3. B oldu artıq 3. İndi mən dördüncü bir 4-ü deyə bilərəmmi? Mən əgər dördüncü bir 4 desəm, bu zaman nə olacaq? 4 4-dən böyük deyil. Şərt ödənməyəcək. Şərt ödənməyəcək. Düşəcək Y4 7-dən kiçikdir. Yenə B-ni artıracaq. Amma bu vəziyyətdə mən 4 yox, əgər 4-dən yuxarı bir rəqəm götürsəm, birinci şərti ödəsin. Birinci şərti ödəsin. Çünki mən artıq A-nı artırmaq istəyirəm. Bizim yerdə qalıb 2 dənə nəyimiz? 2 dənə rəqəmimiz qalıb. Elə bir ədəd artırmalıyam ki, mən həm A-nı artırsın, həm B-ni artırsın. Baxın, bizim əlimizdə olan ədəd 5 rəqəmli ədəddir. Həmin 5 rəqəmli ədəddən biz 4 vahid almalıyıq, bir də 2 vahid almalıyıq. Yəni bizə nəticədə 6 vahid lazımdır. Ona görə də həmin 5 rəqəmli ədədin bir rəqəmi elə rəqəm olmalıdır ki, həm A-nı artırsın, həm B-ni artırsın. Ona görə mən burada 5 rəqəmli ədədin təhliyin 4 qoya bilərəm. Onluğunu da 4 qoya bilərəm. Yüzlüyünü də 4 qoya bilərəm. Amma minliyin mən 4 qoysam, B-ni artıracağım artırmağını. Amma A-nı artıra bilməyəcəm. A-nı artıramamağım artıq sualın şərtinə ziddir. Deyir ki, A-nı A2 olsun. A-nı mən artırmasam A0-da qalacaq və yaxud da sonra 1-də qalacaq. Ona görə də, yəni xülasə, mən bu vəziyyətdə elə bir rəqəm daxil edirəm ki, həm A-nı artırsın, həm B-ni artırsın və maksimum olsun. Yəni, daxil edə biləcəyim ən böyük ədəd olsun. Məsələn, 4-dən keçdik, 5-dən, məsələn 5 olsa, 5 4-dən böyükdür, bəli, böyükdür, if şərti ödəndi. İf şərtinin ödənməyinə baxmayaraq, demişik ki, harada if varsa bu yerinə yetirilməlidir. Düşdü növbəti ifə. 5 7-dən kiçikdir, bəli. A-nı da artıracaq, B-ni də artıracaq. Amma 5-dən böyük, məsələn 6 var, 7 var, 8 var. Baxın, onlardan hansı olar? Tutaq ki, 8 dedik. 8 olmaz. Ona görə olmazsa 8 4-dən böyükdür, amma 7-dən kiçik deyil. Bu zamanda A-nı artıracaq, B-ni artırmayacaq. Həmçinin 7 daxil eləsək. 7 4-dən böyükdür, amma 7 7-dən kiçik deyil. 7 də olmaz. Bu vəziyyətdə bizim daxil eləyə biləcəyimiz ən böyük ədəd 6-dır. 6 daxil eləsə, 6 4-dən böyükdür. A-nı bir vahid artırdıq. A oldu 1. Hələ A-nı birinci dəfə idi artırırdıq. B əvvəl artırmışdıq 3 dəfə. 3 dəfə bir vahid artırmışdıq. B oldu 4. B üçün məqsədə çatdıq. İndi biz elə bir ədəd daxil eləməliyik ki, yəni A-nı artırsın, B-ni artırmasın. Daxil edə biləcəyimiz ən böyük ədəd nə olar? 9 olar. 9 4-dən böyükdür, bəli, böyükdür. A-nı bir vahid artırdım, A oldu 2. 9 7-dən kiçik deyil. Ona görə də B 4 olaraq da qaldı. Bu şəkildə.
56 var. Məndə də var 56. Yenə A üçün 3 deyil. B üçün də 7 deyil. Hansı ən kiçik natural ədəd daxil edilərsə A üçün 3, B üçün 7 qiyməti çap olunur. Aha, burada ədəd daxil edildi. İlkin başda A sıfırdır, B sıfırdır yenə. Nə qədər ki, daxil edilmiş ədəd sıfırdan böyükdür, A-nı bir vahid artır. B üçün də nələrsə elə. Gəl burada. Daxil etdiyin ədədi 10 dəfə azalt. Bu demək ki, 3 dəfə dövr edilir. A sıfırdan 3-ə gəlibsə, hər dəfə, hər yerinə yetiriləndə 10 dəfə ədədi azaldıqsa, bu da 3 dəfə dövr edilir. Bu daxil edilən ədəd. Bu belə. D bərabərdir B üstəgələk daxil edilən ədədin 10-a bölünməsindən alınan qalıb. 3 rəqəmli bir ədəddir. 3 rəqəmlidir, yoxsa 2 rəqəmlidir. 3 dəfə dövr eləməyi, əgər 2 rəqəmli olsa, bir dəfə, 10 dəfə azaltdı, bu 3 rəqəmli ədəddir. Tamam, onunla razılaşaq. Tamam, bu 3 rəqəmli ədəddir. Bu 3 rəqəmli ədədin rəqəmlərinin cəmi o deməkdir. B bərabərdir B üstəgələk x-in 10-a bölünməsindən alınan qalıb o deməkdir ki, ədədin rəqəmlərinin cəmin bərabərdir B-yə. 7. Aha, biraz da yaxınlaşdıq. Daxil edilmiş elə bir ədəddir ki, o ədədin rəqəmlərinin cəmi 7-yə bərabərdir. Və bu arada ən kiçik natural ədəddir bu ədəd. Və 3 dəfə dövr edir. 3 dəfə dövr edir. Elə hansı ədəddir ki o? 3 dəfə dövr edib rəqəmlərin cəmi nəyə bərabərdir? 7-yə bərabərdir, 3 rəqəmlidir. Ən kiçik. Buna biz 106 deyə bilərikmi? %6 desək nə olar ki? Bax, məsələn də, dəqiq bilmirəm, indi bax, məsələn, yoxlayaq da, 7 olan ən kiçik bu olar. Sən demək, B-ni tapmaq üçün bir dəfə B oldu 7, 6. B bərabər oldu 6, x nəyə bərabər oldu? 10 dəfə azaltdın, x bərabər oldu 10. 10 dəfə tam azaltdın da bu arada. Fırlandı getdi. Bu arada A artır da hər dəfə. Bir vahid artır, ondan işimiz yoxdur. Sən 6-nın üzərinə gəldin, 10-un 10-a bölünməsindən alınan qalığı. 10-un 10-a bölünməsindən alınan qalıq 0-dır. Sən 10-u 10-a tam böldün, x-ə bu dəfə də 1 tapdın. Fırlandı getdi, 1 0-dan böyükdür, hə, böyükdür. 1-in 10-a bölünməsindən alınan qalıq 1-dir. Üzərinə gəldin 1. 1-i 10 dəfə tam azaltdın, aldın 0. Hə, budur, 106-dır. Yəni, sənin verə biləcəyin minimum budur, 106-dır. 106-ya biz necə gəldik ki? Baxın, bu tipli suallar nəsə çox məhdudlaşır. Mən sizə keçən dəfə səs də atmışdım, yadınızdadır, səhər atmışdım. Bunlardan diqqətli olaq. Biz bu 106-ya necə gəldik, çıxdıq? Biz ilkin olaraq A-nın hər dəfə bir vahid artdığını gördük. Nəticədə A 3 olduğuna görə bunun 3 dəfə dövr elədiyini bildik. 3 dəfə dövr eləyibsə ədədin 3 rəqəmli olduğunu bildik. ABC dedik. Nəticədə B-nin 7 olduğunu bilərək və B-nin də burada hansı əməliyyatı yerinə yetirdiyini bilərək biz dedik ki, ədədin rəqəmlərin cəmi 7-yə bərabərdir. Və ən kiçiyini axtaranda gəldik 106-ya çıxdı. Yəni, addım-addım bu şəkildə yaxınlaşdı. Bu da belə.
Başqa harda problemimiz var? Yetmişe qədər. Yoxdur məndə. Nərgiz 70-ci sualı izah elə. 70-ci sualda A bərabərdir 0-a və 3-dən 8-ə qədərdir. A da bərabərdir. Demək, i-nin 5-ə bölünməsindən alınan qalıq üstəgəlik i-nin 5-ə bölünməsindən alınan tamdır. A birinci 0-dır. I 3-dən başlayırıq. I-nin 3-ün 5-ə bölünməsindən alınan qalıq 3-dür. Üstünə gəlirik. I-nin 3-ün, yəni 5-ə bölünməsindən alınan tam 0-dır. Yəni birinci i 3-dür. Sonra davam edirik. 4-ə keçirik. 3 üstə gələk. 4-ün 5-ə bölünməsindən alınan qalıq 4-dür. Üstünə gəlirik. Yenə 0. O edir 7. Sonra 7 üstə gələk. 5-ə baxırıq. 0. Üstünə gələk 1, 8 edir. Sonra 5, 6-ya baxsaq, 8 üstə gələk, 1 üstə gələk, 6-nın 5-ə bölünməsindən alınan tam 1-dir, 10 eləyəcək. Sonra 7, 10 üstə gələk, 7-nin 5-ə bölünməsindən alınan qalıq 2-dir, tam da 1-dir, eləyəcək 13. 13. 8-ə də baxmırıq, 13. Yaxşı, yaxşı. Aydındır. Mikail 69 da səndə. S dəyişənin hansı qiymətində Python dilində yazılmış proqramın hissəsi 30 olar. Burada deməli 0, 1, 2, 3 qiymətlərini alır. Yəni bunları 3-ə vurub cəmləsək, yəni 3-ü 0-a vursaq zaten 0 eləyəcək. 3-ü 1-ə vursaq 3, 2-yə vursaq 6, 3-ə vursaq 9. Bundan cəmlə eləyib 18. Yəni S üstə gəlsin 18 eləyir. S üstə gəlsin 18 bərabər olur 30-a, S də 12-yə bərabər olur. Yaxşı. Filiz 68 də səndə. Klaviaturadan 27564 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada birinci 27564-üm 100-ə bölünəndə alınan tam 375-dir. Deyir, əgər 275 20-dən böyükdürsə, 20-dən böyükdür, onda 2 bərabərdir. 375-in 10-a bölünməsindən alınan qalıq 5. S bərabərdir S plus 2, yəni 0 üzərinə gəlsin 5 bərabərdir 5. Bir də x 275 10-a bölünməsindən alınan tam 27. Sonra 27 20-dən böyükdür, onda 27-nin 10-a bölünməsindən alınan qalıq 7. 5 üzərinə gəlsin 7, 12. Deməli, x-i 27 almışdıq. 27-nin 10-a bölünməsindən alınan tam 2. Sonra 2 20-dən böyük deyil və burada sonlanacaq. S-ə gələcək. Print S-də S-in axırıncı qiyməti 12. Cavab 12.
Yaxşı. Nərgiz, bu şərt bizə nə deyir? Deyir ki, əgər inin 3-ə bölünməsindən alınan qalıq sıfırdırsa, yəni ki, 3-ə və 6-ya bölünməlidir də. Ya 3-ə bölünməlidir, ya 2-yə bölünməlidir. Hı -hı. Bəs həndə olsaydı burada. Orada da 6-ya bölünməliydi. Həm 3-ə, həm 2-yə. Hı -hı. 6'ya. Bəli. Biz burada 66-cı sualda bu count neyini ki? Count sayını tapır. Bir simvolunu. Birin sayını tapır. Yəni bu sual necə edərik? Yəni sətir formasına sual deyim necə demək lazımdır. Aha. Birinci A-nı 16 veribdim. Əgər A 16 sıfırdan böyükdürsə, 2 bərabərdir. Yəni 16-nın 2-yə bölünməsindən alınan qalıq sıfırdır. Sonra A bərabərdir. 16 bölünsün 8. 16 bölünsün 2, 8. Sonra da STR2, yəni sətir formasında yəni sətir forması, yəni sıfırı sətir formasında yazacağıq. Hı -hı. S bərabərdir 0 sətir formasında. Sonra deməli A 4 idi. 4-ün 2-yə bölünməsindən alınan qalıq yenə 0-dır. Və 4-ün 2-yə bölünməsindən alınan tam 2-dir. 8 idi. Necə? 8 idi, 8. Hə. 8 bir dəqiqə başım qarışdı. 8 Biz bax bu proqram daxil edilmiş ədədi onluq say sistemindən ikilik say sisteminə çevirir. Bax bura qədəri. İkilik say sisteminə çevirir. S.count isə burada deyir ki, birlərin sayını tapın. 16 ədədi ikilik say sisteminə keçəndə bir yanda 4 0 deməkdir, yəni nəticədə. bəli. Bir dənə birin olacaq. Yəni bu şəkildə də yanaşa bilərik. Əsas nədir? Məqsədin tutmaqda, yəni proqram neymiş? Bu şəkildə.